onu SSR-nin əsl qurucusu hesab edənlərin sayı az deyil. Hətta SSR-nin ilk dövrlərində bolşeviklər və kommunistlər ayrı qəbul olunurdu. Bolşeviklər Leninə, kommunistlər isə Trotskiyə inanırdı. Bu, partiya daxilindəki ideoloji duelin açıq əksi idi. Yosif Stalin Trotskidən niyə qorxurdu? 1937-38-ci il repressiyalarının əsl məqsədi əslində düşündüyümüz kimi antikommunistləri deyil, kommunistləri təmizləmək idi. Qızıl ordunu və qırmızı terror terminini düşünən belə bir şəxs nə üçün ölkənin rəhbəri olmadı? Niyə onun dahiliyi Stalinin siyasi manevrləri qarşısında məğlub oldu? Bugün sizə qısa konkret olaraq Lev Trotskinin həyat yolu, onun inqilabdakı rolu və faciəli son haqqında danışacağım. Hazırsınızsa, başladıq. Lev Davidovich Bronşteynin uşaqlığı Ukraynada, varlı bir Yahudi torpaq sahibinin ailəsində keçib. O, ailənin 5-ci uşağı idi və erkən yaşlarından yüksək intellekti ilə fərqlənirdi. Gənclik illərində inqilabi fəaliyyətlərə və marksizm ideologiyasına qapılan Trotski cəmiyyətdəki bərabərsizliyə qarşı çıxırdı. Bu fəaliyyətlər 19 yaşındaykən onun həbs olunması ilə nəticələndi və o 4 illik sürgün cəzası aldı. Sürgündən qaçan Lev Davidovich məhz bu zaman həbsxanadakı nəzarətçinin soyadını götürərək Lev Trotski kimi yeni bir şəxsiyyətə büründü. Trotskinin siyasi yolu dərhal bolşeviklərlə başlamayıb. 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası daxilində parçalama baş verdikdə Trotski əvvəlcə Leninə qarşı çıxaraq menşeviklərə daha yaxın mövqedə durmuşdu. O, partiyanın sərt mərkəzləşdirilməsinə və Leninin avtoritar idarəçilik üslubuna etiraz edirdi. Hətta bir müddət fraksiyalar arası barışıq tərəfdarı kimi çıxış etmişdi. Lakin onun siyasi dünya görüşü daima inkişaf edirdi. 1917-ci il inqilabının yaxınlaşması ilə Trotski Leninin təşkilatçılıq qabiliyyətinə daha çox dəyər verməyə başladı və nəhayət bolşeviklərə qoşuldu. Trotski bolşeviklərə rəsmi qoşulduqdan sonra onun təşkilatçılıq qüdrəti və natiklik qabiliyyəti Lenin tərəfindən dərhal qiymətləndirildi. Məhz bu zaman 1917-ci ilin iyul hadisələrindən sonra Lenin təqib olunurdu və təhlükəsizlik səbəbindən Rusiyanın hüdudlarında gizlənməyə məcbur qalmışdı. Bu, kritik dövrdə Lenin partiyaya uzaqdan rəhbərlik edirdi. Lenin yox ikən çevrilişin idarə etmə mərkəzi olan Petrograd Sovetinin Hərbi İnqilab Komitəsinin başında Trotski dayanırdı. Trotskinin rəhbərliyi altında Hərbi İnqilab Komitəsi çevrilişin bütün detallarını hazırladı. Hərbi qüvvələri səfərbər etdi və Petrogradın açar obyektlərini tutdu. 25 oktyabrda müvəqqəti hökumətin devrildiyini və hakimiyyətin Hərbi İnqilab Komitəsinin əlinə keçdiyini elan edən ilk şəxs də məhz Trotski oldu. Beləliklə, Trotski Leninin yoxluğunda inqilabın bilavasitə hərbi və təşkilati başçısı rolunu üzərinə götürmüşdü. Oktyabr çevrilişindən sonra gələn kommunistlərin hakimiyyəti dövründə Trotski artıq xarici işlər üzrə xalq komissarı kimi əsas postu tuturdu. Məhz bu dövrdə o, hərbi intizamı bərpa etmək üçün Qızıl Ordunu yaratdı və Çar ordusunun kadr zabitlərini orduya cəlb etməklə israrlı oldu. Lakin bu israrlılıq onun Stalinlə erkən və kəskin münaqişəsinə səbəb oldu. Trotski Stalinə qarşı açıq şəkildə çıxaraq onun hərbi səriştəsizliyinin cəbhəni təhlükə altına aldığını iddia etdi. Trotski bu dueldə qalib gəldi. Stalin geri çağırıldı. Bu, iki nəhəng arasında barışmaz bir düşmənçilik toxumu səpdi və Stalinin Trotskiyə qarşı qəzəbinin köklərini formalaşdırdı. ...1924-cü ildə Vladimir Leninin ölümü Sovet İttifaqında qeyri-müəyyənlik və hakimiyyət uğrunda gizli mübarizə dövrünü başlatdı. Bu dönəmdə partiya rəhbərliyinin əsas simaları Zinovyev, Kamenev, Rykov və digərləri idi. Onlar partiya daxilindəki güclü rəqibləri olan Lev Trotskidən qorxurdular. Bu qorxunun əsasında Trotskinin diktatorluğa meyilli, qəddar və hədsiz dərəcədə qətiyyətli olması haqqındakı fikirlər dayanırdı. Bu liderlər hesab edirdilər ki, vətəndaş müharibəsinin qəhrəmanı və Qızıl Ordunun yaradıcısı olan Trotski hakimiyyətə gələrsə, onlara qarşı daha amansız olacaq. Buna görə də onlar nisbətən sakit, aparatçı və texniki funksiyaları yerinə yetirən Yosif Stalinin partiya rəhbərliyində möhkəmlənməsinə dəstək verdilər.
Onlar Stalinin onlara toxunmayacağına, Trotskinin isə partiya daxili mübarizəni qanla yatıracağına inanaraq kiçik şəri seçdilər. Zinovyev və Kamenev Stalinin baş katib vəzifəsindən istifadə edərək hakimiyyəti ələ keçirməsinə kömək etdilər. Gensek vəzifəsi texniki sayılsa da, Stalin bu vəzifə ilə partiya kadrlarını öz tərəfdarları ilə əvəz etdi və partiya aparatına tam nəzarəti ələ aldı. Trotski Leninin ölümündən sonra partiyada demokratiya, seçki və müzakirə azadlığı tələbləri ilə çıxış etməyə başladı. Lakin o, artıq güclü bir aparatla mübarizə aparırdı. Zinovyev və Kamenev Stalinin Trotskiyə qarşı mübarizəsində onu dəstəklədilər. Lakin tezliklə anladılar ki, Trotski təhlükəsi dedikləri qorxunun yerini Stalin təhlükəsi tutdu. Stalin əvvəlcə Zinovyev və Kamenev cütlüyünü Trotskidən ayırdı, sonra isə onları öz növbəsində cəzalandırdı. Trotski-Stalin mübarizəsi getdikcə kəskinləşirdi. Trotskinin Birləşmiş Sol müxalifət fəaliyyəti Stalinin tərəfdarları tərəfindən partiya birliyinə xəyanət kimi qiymətləndirildi. 1927-ci ildə Komünist Partiyasının 15-ci qurultayı Trotskinin başçılıq etdiyi müxalifəti partiyadan kənarlaşdırdı. Bu, Trotskinin siyasi məğlubiyyətinin rəsmi təsdiqi idi. Bütün bu proseslər onun həbsi və 1928-ci ildə Almataya sürgün edilməsi ilə nəticələndi. Trotski SSR-dən xaric edilənə qədər mübarizəsini davam etdirdi. O, ölkədə qalsaydı, dərhal güllələnə biləcəyini bilirdi. Lakin sürgündə olduğu müddətdə belə siyasi fəaliyyətini dayandırmırdı. Stalin üçünsə yeganə çıxış yolu bu qüdrətli rəqibi ölkə hüdudlarından kənarlaşdırmaq idi. 1929-cu ilin əvvəlində Trotski ailəsi ilə birlikdə SSR-nin hüdudlarından kənara, Türkiyəyə sürgün edildi. Trotskidən qorxaraq Stalinin hakimiyyətə gəlməsinə dəstək verən Zinovyev, Kamenev, Rıkov və digər qocaman bolşeviklər isə Stalinin məhkəmə şoularının qurbanı oldular. Onlar öz qorxularını boşa verdilər. Trotskinin qəddar olacağını düşünərək seçdikləri kiçik şər sonda onların hamısının məhvinə səbəb oldu. Bu, Stalinin siyasi ustalıqla qazandığı qələbənin və qorxunun siyasi arenada hansı faciəvi nəticələrə səbəb ola biləcəyinin ən bariz nümunəsi idi. 1929-cu ildə SSR-nin hüdudlarından qovulan Lev Trotski üçün sürgün siyasi fəaliyyətin sonu deyil, sadəcə meydanın dəyişməsi demək idi. O, Türkiyədən başlayaraq Fransada, Norveçdə və nəhayət Meksikada sığınacaq tapdı. Trotski bu dövrdə dünya inqilabı ideyasından əl çəkmədi və 1938-ci ildə 4-cü internasionalı quraraq Stalinin Kommunist internasionalına qarşı durdu. Bu, Stalinin dünyada yeganə kommunist lider olması iddiasına qarşı yönəlmiş ən ciddi ideoloji təhdid idi. Eyni zamanda Trotski sürgündə olduğu müddətdə Stalinin həqiqi diktatorluğunu ifşa edən əsərlər üzərində işləyirdi. Bu fəaliyyət Stalinin həqiqət qorxusunu artırırdı. 1937-ci ildə Trotski Meksikaya gəldi və burada məşhur rəssam Frida Kahlo və onun həyat yoldaşı Diego Rivera'nın evində qonaq oldu. Bu, Trotskinin sərt siyasi həyatında gözlənilməz bir şəxsi fəsil açdı. Trotski 60 yaşına yaxın olsa da, həyat dolu, ehtiraslı və gənc rəssam Frida ilə qısa, lakin ehtiraslı bir məhəbbət macərası yaşadı. Bu əlaqə həm siyasi, həm də şəxsi çevriliş idi. Trotski özünü yoran siyasi mübarizənin fonunda Fridaya sığındı. Onun ingilis dilində yazdığı məhəbbət məktubları isə onların gizli münasibətlərinin sübutu idi. Frida Kahlo hətta Trotskiyə həsr olunmuş bir rəsm əsəri çəkdi. Lakin bu romantik macəra Frida'nın həyat yoldaşı Diego Rivera'nın qısqanclığına səbəb oldu və Trotski Mavi Evdən köçməli oldu. Bu epizod Trotskinin dahi inqilabçı statusunun arxasında gizlənən insani ehtirasları və zəifliklərini ortaya qoydu. Trotskinin sürgündəki hər addımı Stalin tərəfindən izlənilirdi. 1939-cu ilin yanvarında Kreml otağında Stalinin, Beriyanın və digər yüksək rütbəli məmurların iştirakı ilə Trotskinin məhv edilməsi barədə gizli qərar verildi. O, bir il ərzində aradan qaldırılmalı idi. 1940-cı ilin may ayında Trotskinin Mexiko'dakı evinə silahlı hücum oldu. Lakin o, sağ qaldı. Bu uğursuzluq Stalinin qətiyyətini daha da artırdı. Trotski, Stalinin diktatorluğunu ifşa etməyə davam etdikcə, qətl əməliyyatına rəhbərlik edən NKVD agentləri son planı işə saldılar. 20 avqust 1940-cı ildə Stalinin agenti, İspan kommunist Ramon Mercader Trotskinin kabinetinə daxil oldu.
Merkader güya siyasi məqaləsini göstərmək bəhanəsi ilə inqilabçının yanına gəlmişdi. Trotski yazıya baxmaq üçün əyildiyi zaman Merkader buz baltası ilə ona ölümcül zərbə endirdi. Trotski aldığı zərbədən bir gün sonra 21 avqustda xəstəxanada vəfat etdi. Merkader isə sonralar Sovet İttifaqı qəhrəmanı adı ilə mükafatlandırılacaqdı. Bu, Stalinin siyasi qorxusunun hansı həddə çatdığını göstərən qəddar sübutu idi. Lev Trotskinin həyatı faciəvi siyasi məğlubiyyət hekayəsi idi. O, Oktyabr inqilabının beyni, Qızıl Ordunun yaradıcısı, dahi natiq idi. Lakin siyasi intriqalar və Stalinin bürokratik ustalığı qarşısında aciz qaldı. Trotski-Stalin mübarizəsində Trotski hərbi dueldə qalib gəlsə də, siyasi dueldə məhv oldu. Trotskinin qətli ilə Stalin onu fiziki olaraq məhv etdi. Lakin bu qətl Stalinin qorxusunu bütün dünyaya nümayiş etdirdi. Stalin Trotskinin həqiqətini və dünya inqilabı ideyasını susturmaq üçün beynəlxalq terrora əl atdı. O, Trotskinin həyatını ala bilərdi. Lakin onun ideyalarını və adını Sovet tarixinin ən böyük ziddiyyətlərindən biri kimi möhürlədi. Trotskinin sürgündə belə yaşatdığı 4-cü internasional hərəkatı, Frida Kahlo ilə olan qadağan olunmuş sevgisi və Qızıl Ordunun qurucusu kimi tarixi rolu onun SSR-nin qurucusu olaraq necə məhv edilməz bir simvola çevrildiyini göstərdi. Trotskinin faciəvi ölümü bir daha sübut etdi ki, inqilab öz övladlarını yeyir. Lakin o, bu prosesin ən dözümlü və ən unudulmaz qurbanı oldu.